Salam dostlar, roman vaxtında hər birinizi xoş gördük. Bugün maraqlı bir yerə dəvət olmuşdum. 1905.az saytının qonağı idim. Saytın kvartet rubrikasının iştirakçılarından biri idim. Digər iştirakçı qonaq qismində ədəbiyyatşünas, tənqidçi, Ədəbiyyat Agentliyi təsisçisi və rəhbəri olan Mətanət Vahid idi. Kvartetin digər iştirakçıları isə 1905.az saytının əməkdaşları, gözəl jurnalistlərimiz, qələm dostlarımız Təmkin Məmmədli və Fuad Babayev idi. Çox gözəl, maraqlı diskusiyamız oldu. Ədəbiyyatımız naminə arzularımızı, ümidlərimizi, giləylərimizi bir-birimizlə bölüşdük. Mən ümid eləyirəm ki, bu söhbətimizin çap versiyasını sizinlə bölüşə biləcəyəm. Dərc olmasını gözləyirəm. Əsas mövzumuz ədəbiyyat agentliklərinin varlığının vacibliyi barəsində idi. Bu mövzu ətrafında danışdıq. Güman edirəm ki, ədəbiyyat sevən, kitab sevən hər bir Azərbaycanlı üçün mövzu maraqlı olmalıdır. Mən çox ümid edirəm ki, mənim izləyicilərim arasında ədəbiyyat sevənlər var. Onlar maraqlı əsərlər gözləyirlər, maraqlı yazıçıları tanımaq istəyirlər. Sizə çox minnətdaram. Əgər aranızda 1, 2, 3, bəlkə 5, bəlkə 10, bəlkə də hamınız ədəbiyyat sevirsinizsə, kitab dəyərləndirirsinizsə, mümkünsə fikirlərinizi bildirin, bölüşməkdən çəkinməyin. Siz bizə ruh verin ki, biz də sizə gözəl əsərlər yazıb təqdim eləyə bilək. Siz olmasanız biz o əsərləri kimin üçün yazacağıq ki? Çox sağ olun ki, varsınız.